Babəkin məzhəbi haqqında biz mənbələrə müraciət eləsək, görərik ki, birinci müraciət edə biləcəyimiz mənbə Şəhristanidir. Şəhristani. Şəhristani İslamda ilk məzhəbşünas alimdir. Əhl-i sünnə olub özü, əqidəsində olub. Orada Xürrəmilər haqqında məlumat verir. Yazır ki, Xürrəmilər Keysaniyyə məzhəbinin bir qoludur. Yəni bu İslami bir məzhəbdir. Bəli. Düzdür, orada qeyd edir ki, bunlar İslamdan çıxıblar. Nədə İslamdan çıxıblar? Quran ayələrin öz bildikləri kimi təfsir eləməyinə, İslamın daxili batiniyə, məsələsi. Bunlar müsəlmandılar bu öz yerində. Məsələn, bəli. İmam Qəzzali də misal üçün İbn Sinanı bəzi məsələlərdə deyir ki, burada yanılıb. Amma bu bizim bu ateistlərin başa düşdüyü kimi şey deyil də, yəni qeyri-müsəlman deyil. Onların başa düşdüyü. Bu müsəlmandır. Sadəcə İslam daxili məsələlər. İslam daxili məsələdir. Keysanilər kimlərdir? Keysanilər İmam Hüseyn əleyhissalamın şəhadətindən sonra inanırdılar ki, növbəti imam Həzrət Əli əleyhissalamın 3-cü oğlu Məhəmməd Hənəfiyyə olmalıdır. Məhəmməd Hənəfiyyənin imamətinə inananlar idilər. Aha. Onun imamətinə inanan şiyələr idilər.